Salam yoldaşlar, mən Fərid Əliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə ədəbiyyatdan təşkil olunmuş sınağın izahına baxacağıq. İlk sualımız belə idi ki, nümunə ilə bağlı fikirlərdən biri səhvdir, yanlış fikir istəyir. Əzizim tikə-tikə, doğrandım tikə-tikə, anan saçını yolur, kəfənin tikə-tikə. A, B-A şəklində qafiyələnmişdir. Bəli, doğrudur. A, üçüncü misramız sərbəst, dördüncü misrada 1 ilə 2 ilə həmqafiyədir. Janrına görə ağıdır, bəli. Deyək ki, mərasim nəğməsidir. Dörtlü şəklindədirmi? Bəli. İnversiyadan istifadə olunmuşdur, bəli. Məsələn, doğrandım elə tikə-tikə. Məişət nəğməsi yanlış olan elə idi. Az öncə də dedik ki, mərasim nəğməsidir. Daha sonra ikinci sualımız belədir ki, Kitabi-Dədə Qorqud eposunda eyni boyda anaya hörmət və ehtiramı təcəssüm etdirən surətlər Qazan xan, Bamsı Beylə, Buğac, Uruz, Qaragünə. Fikir versə, yəni bura biri Qazan xandır, bir də ki, təbii ki, Uruzdur da. Digər obrazlarda biz bunu müşahidə etmirik. Ona görə elə doğru fikir B variantı olmuş olacaq. Daha sonra üçüncü sualda Əfzələddin Xəqaninin Gəzləri Nəsihət əsərində təbliğ edilən əxlaqi fikirləri sırasına aid edilə bilməz deyir. Baxaq, kiçik adama nəvaziş etməklə böyüklük əldən getməz. Edilə bilməz deyir də bizə, düzdürmü? Bir demək doğrudur, amma bizə doğru olmayan variant lazım idi. Ona görə biri götürmürük. Yaman günə səbr edən yaxşı günə tez çatar. Bunu belə deyə aid eləyə bilmərik. Daha sonra insan vəfalı və dostluqda möhkəm olmalıdır, aid eləyə bilərik. Yaxşılıq edəndə minnət qoymazlar, aid eləyə bilmərik. Yalançı adamın sözünə inanmaq olmaz, təbii ki, budur. Demək bizə nə deyirdi ki, təbliğ edilən əxlaqi fikirlər sırasına aid edilə bilməz. Minuslar hansında qoymuşam? 2, 4, 5, elə A variantı. Daha sonra baxırıq növbəti sual. Dördüncü sualda deyir ki, Nizami Gəncəvinin Sirlər Xəzinəsi poeması haqqında hansı fikirlər yanlışdır? Sirlər Xəzinəsi ilə bağlı fikirlərlə bağlı sualdır. Yanlış olan lazımdır. A variantında deyir ki, ictimai ədalət ideyası irəli sürülür. Bəli, mənəvi azadlığın olmaması insan faciələrinin əsas səbəbi kimi tənqid edilir. Bu artıq bəli, yanlış fikirdir. Ona görə B variantı olacaq. Amma digər variantlara da baxaq. Əməyə, elmə, sənətə hörmət hissi aşılanır. Bəli, mənzum hekayələrdə ibrətamiz hadisələr əks olunmuşdur. İnsan ləyaqəti uca tutulur. Doğrudur. Daha sonra növbəti sual Şah İsmayıl Xətainin Dəhnamə əsəri ilə bağlı deyir. Haqqında verilən fikirlərdən yenə də yanlış olanı istəyir. Baxaq, A variantında deyir ki, əsər məsnəvi formasına yazılıb. Doğrudur. Şairin ən iri həcmli əsəridir. Bəli. Daha sonra əsərdə nakam, sonu uğursuz olan bir eşq təsvir olunmuşdur. Bu yanlışdır. Bunlar aşiq ilə məşuq neyinir? Görüşürlər, halallaşıb ayrılırlar. Ona görə yəni yanlış elə variant C variantı olmuş olacaq. Əsərdə təsvir olunan məşuqə pəridir. Doğrudur. Huş, ah, göz yaşı, səba rəmzi obrazlardır. Bəli. Daha sonra 6-cı sual göstərilən xüsusiyyətlərdən biri Məcnun obrazı üçün səciyyəvi. Baxın, Məcnun obrazı ilə bağlı səciyyəvi deyildi. Baxsaq, ilk məhəbbətinə sadiq olan eşq fədaisidir. Bəli. Həssas, aşıq, incə ruhlu şairdirmi? Bəli. İnsanlar arasında pisliyin çox olmasına baxmayaraq sona qədər onlarla mübarizə aparır. Bu elə yanlışdır, səciyyəvi xüsusiyyət deyil. Müstəqil düşüncə tərzi ilə öz zəmanəsinin gəzilərindən seçilir. Bəli. Müasirləri onun məhəbbətini layiqincə qiymətləndirə bilmirlər. Doğrudur. Daha sonra 7-ci sual Vaqifin pəri qoşması ilə bağlı doğru fikir istənilir. Baxsaq, gözəl lirik qəhrəman qarşısına çıxanda günəş kimi onu yandırıb yaxır, ahnaləsi göylərə qarxır. Bu yanlış fikirdir. Lirik qəhrəman öz istəklərini tərənnüm etdiyi gözələ səhər yeli vasitəsilə ünvanlayır. Bu pəri qoşması ilə bağlı. Gözələ deyir ki, lirik qəhrəman öz istəklərini tərənnüm etdiyi gözələ səhər yeli vasitəsilə ünvanlayır. Bu da yanlışdır. Şair təbii gözələ daha çox önəm verir. Şair təbii gözələ daha çox önəm verir. Bəli, C variantı doğrudur. Daha sonra
Lirik qəhrəman sevdiğinden ayrı düştüğü için üzgündür. Lirik qəhrəman sevdiğinden ayrı düştüğü için üzgündür deyir. Bu yanlışdır. Lirik qəhrəman öz əhval-ruhiyyəsini şeirdə bədii təzadlar vasitəsilə ifadə edilir. Bu da yəni pəri qoşmasına aid deyil. Ona görə olmaz. Daha sonra 8-ci sual Vəzirova Müsibət Fəxrəddin əsərindəki Fəxrəddin obrazı haqqında səhv fikri deyir. Seçin. Baxsaq nadanlıq və cəhalətə qarşıdır. Bəli. Hamı ilə mədəni və səmimi münasibətdədir. Bəli. Sevgisinə sədaqətlidir. Bəli. Məhmud bəydən qan tökməsinin qarşısını almağı xahiş edir. Yanlış fikir elə D variantı. Son vəsiyyətində Saadət xanıma söyləyir. Bəli. Daha sonra 9-cu sual Durna Teligolu ilə bağlı səhv fikri müəyyən edin. Koroğluya böyük məhəbbət ifadə edilmişdi. Durna telində səhv deyir. Bəli, doğru fikirdir bu. Dastan janrına məxsus cəhdlə öz əksini tapmışdı. Təbii ki. Daha sonra Koroğlu ilə yanaşı gizli rolu Mustafa bəyin də igidliyi ilə bəhs edilir. Bəli. Bitkin hadisə təsvir edilmişdi. Bəli. Bağdadda xanımlar üçün Durna teli gətirməyə gedən Koroğlunun səfərdə başa xeyr, Koroğlunun deyil, dəlilərin başına gələnlərdən bəhs edilir. Ona görə E variantı yanlışdır. Daha sonra 10-cu sual Hekayət-i Müsəgordan Həkimi Nəbadat və Dərviş Məstəli Şah komediyasına bağlı yanlış fikri deyir, müəyyən edin. A-da deyir ki, əsərdə Hatəmxan ağa tənqid hədəfi deyil, doğrudur. Konflikt cəhnəliklə yenilik arasında baş verirmi? Bəli. Şahbaz bəy böyük gələcəyi olan maarifçi ziyalıları təmsil edirmi? Bəli. Əsərdəki qadın obrazları satirik gülüş hədəfləri deyildi. Ona görə D variantı yanlışdır. Müsəgordan vətənpərvər humanist bir nəbatat alimidirmi? Bəli. 11-ci sual Axundzadənin Aldanmış Kəvakib əsəri ilə bağlı doğru fikirləri deyir. Müəyyən edin. Açıq sualdır. Əsərdə başqa surətlərdən fərqli olaraq Şah Abbas haqqında məlumat daha genişdir. Xeyr, yanlışdır. Deyir ki, əsəri ilə bağlı doğru fikirlərdir. Düzdürmü? Başqa surətdən Şah Abbas haqqında məlumat. Bəli, bu yanlışdır. Azərbaycan ədəbiyyatında povestyanın ilk nümunəsidir. Bəli. Demək, ikini götürəcəyik. Üstə deyil, əsərdə tarixi əhvalat, müasir həyatla, mifik təfəkkür, real hadisələrlə əlaqələndirilmişdir. Xeyr, yəni bu yanlışdır. Dilinin qəlizliyinə görə özündən sonraki bədii nəslə təsir edə bilməmişdi, deyir. Bu, deyək ki, yanlışdır. Bizə doğru fikirlər lazım idi. Yusif Sərrac ali ruhani təhsil alsa da bu sahəyə meyl göstərməmişdi. Yəni, yanlış elə doğru fikir elə biri də 5-dir. 2, 3, 5. Bir daha deyirəm. Yusif Sərrac ali ruhani təhsil alsa da bu sahəyə meyl göstərməmişdi. Bəli, belə ruhani təhsil alır, amma meyl göstərmir də sərraclıqla nədir? Məşğul olur. Qəfliyi, saxtakarlığı gördüyünə görə bu zümrəyə artıq nədir? Nifrət eləyir. Meyl göstərməmişdir. Daha sonra 12-ci sualda deyir ki, Nurəddin hekayəsindəki Rəhim obrazına aid olan xüsusiyyətlər lazımdır. Baxaq, Əmraslanı həbs etdirir, yəni Rəhim obrazına aid deyil. Nurəddini Edadi məktəbinə qoyurmu? Bəli. Nurəddini oğulluğa götürürmü? Bəli. Nurəddinlə rastlaşanda tanıyır. Nurəddinlə rastlaşanda tanıyır. Yəni, rastlaşanda tanımır, yəni evinə aparır, ondan sonra tanıyır da, düzdürmü? Sədinin Gülüstan kitabını Nurəddin üçün yadigar verir. Bəli. Əsərin elə əvvəlində belə deyək, atası pul verir, Hacı Nəsir. Bu da bunun qarşılığında bir belə deyək, kibrit qutusunda kitab verir. O da elə Gülüstan, Sədinin Gülüstan kitabı idi. Bizə də doğru fikirlər lazım idi Rəhim obrazına aid olan. Ona görə elə testin düzgün cavabı 2, 3, 5 olmuş olacaq. Daha sonra baxaq növbəti sual Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərinə bağlı səhv fikirləri müəyyən edin. Səhv fikirləri istənilir. Qardaşların əqidəsi Gülbahar üçün qəbul edilməzdi. Bu doğrudur. Əsərdə müstəqillik, milli birlik, soy kökünə bağlı məsələlər qaldırılmışdı. Bəli, qardaşları xalqın talayı narahat edir, əksinə heç narahat eləmirdi. Ona görə biri elə yanlış 3'dür. Daha sonra qardaşlar ataları Əbdüləzim bəyin arzusuna uyğun təhsil almamışlar deyir, amma bu almışlar olmalıydı. Ona görə 4 də yanlışdır, 3'dür. Qardaşlar vətənlərinə kamil mütəxəssis kimi fəaliyyət göstərmirlər. Bu da
doğru fikirdir. Ona görə bizə lazım deyil. Çünki bizə səhv fikirlər lazım idi. Ona görə elə 3-4 doğru variant. 14 Sabirin Neylərdin ilahi əsəri ilə bağlı doğru fikirləri müəyyən edin deyir. Şairin satirik yaradıcılığına aiddirmi? Bəli. Gənc nəslin elmdən təhsildən uzaq düşdüyü təəssüflə qələmə alınmışdı. Xeyr, yəni Neylərdin ilahi ilə bağlı doğru fikir deyil. Daha sonra üstədir ki, insanlığın taleyindən narahatlıq hissləri öz əksini Neylərdin ilahi, bəli, doğrudur. Demək 1, 3, 4-dədir ki, şair zalimin məzlumun zülmünə dözməsi ilə barışa bilmir. Şair zalimin məzlumun. Bax, burada zalimin məzlumun yox, məzlumun zalimin zülmünə dözməsi ilə barışa bilmir desəydi düz olardı. Ona görə bu da yanlışdır, 4-ü götürmürük. Satirik dialoqun ən mükəmməl nümunəsidir. Bu deyək ki, Sabirin Əkinçi şeirinə aiddir. Ona görə elə doğru variant olacaq 1 və 3. Daha sonra 15-ə baxırıq. Hüseyn Cavidin ana əsərindəki Səlma ana obrazına aid doğru fikirləri istəyir. Sözünə xilaf çıxmayan humanist qadındır Səlma. Bəli. İntiqam hissi ilə yaşayan və daxili mənəvi böhran keçən insandırmı? Xeyr. Övladın dərin məhəbbətlə sevən anadırmı? Bəli. Əsəblərini cilovlaya bilməyən qadındır. Bunu yanlış fikri təbii ki. Yazı pozu bilməyən savadsız qadındırmı? Bəli. Demək elə doğru fikirlər 1, 3 və 5 olmuş olacaq. Daha sonra baxırıq növbəti 16-cı sual. Nümunədəki bədii təsvir və ifadə hər ikisini istəyir. Bu tipli suallarda diqqətli olun. Bədii təsvir və ifadə vasitələrini müəyyən edin deyir. Heç tələsmə, körpə quzum, gözəl balam, gözəl qızım. Demək, burada baxsaq, gözəl, düzdürmü? Nədir? Təkrirdir, elə biri götürürük. Mübaliğə varmı burada? Mən mübaliğə görmürəm. Amma metafor təbii ki, elə quzum, düzdürmü? Heç tələsmə, körpə quzumdur, bülbülümdür, gülümdür. Bu tipli ifadələr, gözəl balam, gözəl qızım. Bu tipli ifadələr deyək ki, nədir? Metafordur. 1, 4. Metonimiya varmı? Görmürəm. Bədii təzad da yoxdur burada. Təşbih də görmürəm. Elə ona görə 1, 4 olmuş olacaq. Baxıram 17-ci suala. 17-də deyir ki, nümunədə işlənmişdir. Sübhün nəmli gözləri, yenə açıldı gün tək, ayın qaşı çatılıb bir sehirli düyün tək. Baxaq görək, təşbih varmı? Sübhün nəmli gözləri. Yenə açıldı gün tək, bir sehirli düyün tək. Bəli, bir sehirli düyün, bənzətmə var, təşbih demək var, biri götürəcəyik. Daha sonra litota varmı? Mən litota kiçiltmə görmürəm. Metafor varmı? Sübhün nəmli gözləri, yenə açıldı gün tək. Ayın qaşının çatılmağı, bəli, metafordur. Ona görə 3-ü də götürürük. Mübaliğə görmürəm. Təkrir də burada varmı? Yoxdur. Metonimiya, ad dəyişmə də yoxdur. Elə ona görə 1 və 3 testin doğru variantıdır. Daha sonra 18-ci suala baxırıq. 18-ci sualda deyir ki, təmsil və hekayə janrları üçün ortaq cəhətləri müəyyən edin. Təmsil və hekayə. Təmsillə hekayə ortaq xüsusiyyət istənilir. Baxaq, deyir ki, həm nəzmlə, həm nəsrlə yazıla bilər. Bəli, doğrudur. Daha sonra epik lirik növə aiddir. Ortaq xüsusiyyət deyil təbii ki. Şifahi xalq ədəbiyyatının janrıdır. Təmsillə hekayəmi? Təbii ki, xeyr. Həcm etibarilə kiçik janrıdır. Təbii ki, ikisi də təmsildə, hekayə də təhkiyə əsasında yazılırmı? Bəli. Hər ikisi üçün bunlar deyək ki, ortaq xüsusiyyətlərdir. Ona görə testin düzgün cavabı 1, 4 və 5 olmuş olacaq. Daha sonra 19-cu sual ikincidir. Nümunənin ikinci misrasına baxın, bunda işlənmişdir. Dil qasırğa içindəsən, əlacsız qalan gülüm, hanı gözlərindəki o şən dəcəl təbəssüm. İkinci misrasında işlənmişdir. Hanı gözlərindəki o şən dəcəl təbəssüm. Dəcəl təbəssüm, düzdürmü? Epitetdir. Demək, epitet var. Metonimiya varmı? Metonimiya görmürəm ikinci misrada. Kinayə varmı? Kinayə də yoxdur. İnversiya varmı? Hanı gözlərindəki o şən dəcəl təbəssüm. Hanı gözlərindəki o şən, bəli, inversiya da var.
Təşbih varmı? Hani oşan təbii təşbih də yox. Daha demək 1 və 4 inversiya epitet. Daha sonra 20-ci sual nümunədəki bədii təsvir vasitələrini müəyyən edin. Sönür pəncərələr 2-1 3-1 yorğun küçələrin yuxusu gəlir. Yəni burada da görək bədii təsvir. Baxın bədii təsvir vasitəsi deyir də, düzdürmü? Epitet varmı? Epitet yorğun küçə. Epitet var. Bəli. Biri götürürəm. Simvol yoxdur. Təşbih varmı? Təşbih də yoxdur. Metafor varmı? Bəli, küçənin yuxusu gəlir. Yəni küçənin təbii ki, yuxusu gəlməz də. 1 və 4. Belə yoldaşlar, bugünkü sınağımızın da izahı bu qədər. Dərslərimizlə bağlı əlaqə saxlamaqdan ötürü burada göstərilən nömrə ilə əlaqə saxlayıb dərslərimizdə iştirak eləyə bilərsiniz. Bunun üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yeni qruplar açılır. Çalışın, qoşulun. Təbii ki, oxumaq məqsədinizdirsə, yolunuz mütləq şəkildə FES Akademiyadan keçməlidir. Sağ olun, gecəniz xeyrə.